Yuxuda kabab görmək yuxu yozması. Salam əziz dostlar və kanalımızın dəyərli izləyiciləri. Bugünkü videomuzda çox maraqlı və tez-tez görülən yuxulardan biri haqqında danışacağıq. Bu yuxuda kabab görməkdir. İnsanlar tarix boyu yuxuların mənasına böyük diqqət veriblər. Xüsusilə də qədim alimlər, o cümlədən məşhur yuxu təfsirçisi İbn Sirin yuxuların insan həyatında müəyyən işarələr daşıya biləcəyini bildiriblər. Xalq inanclarına görə də bəzi yuxular insanın gələcəkdə yaşayacağı hadisələr haqqında simvolik məlumat verə bilər. Bugünkü videoda isə yuxuda kabab görməyin müxtəlif mənalarını, xalq inanclarını və dini mənbələrdə verilən yozumları birlikdə araşdıracağıq. Əgər siz də yuxuda kabab gördüyünüzü xatırlayırsınızsa, bu video sizin üçün maraqlı ola bilər. Yuxuda kabab görməyin ümumi mənası. Əvvəlcə yuxuda kabab görməyin ümumi mənasından başlayaq. Yuxu yozmalarında bişmiş ət çox vaxt ruzi, bərəkət və qazanc rəmzi hesab olunur. Bu səbəbdən yuxuda kabab görmək əksər hallarda müsbət əlamət kimi qəbul edilir. Bəzi təfsirlərə görə belə yuxu insanın həyatında yaxın zamanda bolluq və rahatlıq dövrünün başlaya biləcəyinə işarə edir. Xalq arasında isə belə bir fikir var ki, yuxuda kabab görən insan tezliklə qonaqlıq, sevinc və ya xoş xəbər ala bilər. Əlbəttə, yuxunun mənası hər zaman onun detallarından asılı olur. Ona görə də indi yuxuda kabab görməyin müxtəlif vəziyyətlərini ayrıca izah edəcəyik. Yuxuda kabab yemək. Əgər insan yuxuda kabab yediyini görürsə, bu çox vaxt sevinc və məmnunluq əlaməti kimi yozulur. Belə yuxu insanın zəhmətinin bəhrəsini görəcəyinə və həyatında müəyyən uğurlar əldə edəcəyinə işarə edə bilər. Bəzi dini yozumlara görə isə yuxuda kabab yemək halal qazanc və rahat həyat mənasını verə bilər. Xalq inanclarında da bu yuxu çox vaxt evdə bərəkətin artması kimi qəbul olunur. Yuxuda kabab bişirmək. Əgər yuxuda insan kabab bişirdiyini görürsə, bu onun həyatında müəyyən planlar üzərində çalışdığını göstərə bilər. Belə yuxu insanın zəhmət çəkərək öz məqsədlərinə doğru irəlilədiyini ifadə edir. Əgər yuxuda bişirilən kabab yaxşı və dadlı görünürsə, bu planların uğurla nəticələnə biləcəyinə işarə sayılır. Amma əgər kabab yanmış və ya pis bişmiş görünürsə, bu bəzi çətinliklər və ya gecikmələr ola biləcəyini göstərir. Yuxuda başqasına kabab vermək. Yuxuda başqasına kabab vermək çox vaxt yaxşılıq və paylaşmaq rəmzi hesab olunur. Belə yuxu insanın ətrafındakı insanlara kömək etdiyini və ya gələcəkdə yaxşı bir iş görəcəyini göstərə bilər. Bəzi yozumlara görə isə bu yuxu insanın həyatında yeni dostluqların və münasibətlərin yaranacağına işarə edə bilər. Yuxuda çoxlu kabab görmək. Əgər yuxuda süfrədə çoxlu kabab görürsünüzsə, bu bolluq və qonaqlıq rəmzi hesab olunur. Xalq inanclarına görə belə yuxu tezliklə evinizdə toy, nişan və ya sevincli bir məclis ola biləcəyinə işarə edir. Bəzi təfsirlərə görə isə bu yuxu insanın həyatında maddi vəziyyətin yaxşılaşması ilə bağlı ola bilər. İbn Sirinin yozumlarına görə. Məşhur yuxu təfsirçisi İbn Sirin bişmiş ətin çox vaxt halal ruzi və qazanc mənası verdiyini qeyd etmişdir. Bu səbəbdən bəzi alimlər yuxuda kabab görməyi insanın halal qazanc əldə etməsi ilə əlaqələndirirlər. Amma hər yuxu insanın həyat şəraitinə və gördüyü yuxunun detallarına görə fərqli mənalar daşıya bilər. Nəticə. Beləliklə, əziz dostlar, yuxuda kabab görmək əksər hallarda müsbət əlamət sayılır. Bu yuxu çox vaxt ruzi, bərəkət, sevinc, qonaqlıq və xoş xəbərlərlə əlaqələndirilir. Amma unutmaq olmaz ki, yuxular hər zaman simvolik məna daşıyır və onların dəqiq mənasını yalnız insanın həyat vəziyyəti ilə birlikdə qiymətləndirmək lazımdır. Əgər siz də belə yuxu görmüsünüzsə, şərhlərdə yazaraq bizimlə bölüşə bilərsiniz. Videonu bəyəndinizsə like etməyi, kanala abunə olub zəng işarəsini aktiv etməyi unutmayın.